Bir şey var ona. Adı yadımdan çıxmır. Ağdaşa çoxlu salam. Ağdaşa göndərirəm. Mənim 30 yaşım var. Kipriklərim də tökülmüşdü. Qaynaq etdirmişdim. Qaşların qəşəngdir bacı, maşallah. Sağ ol aşkım. Bir dənə bir şey var. Konkret ona oxşuram hal-hazırda. Prosta tapa bilmirəm. Mənim haqqımda, mənim keçmişim haqqında, məndən ya da ümumiyyətlə hər şeydən burada danışa bilərsiniz. Amma mənim nişanlımdan, mənim atamdan, mənim bacımdan, mənim anamdan, mənim qardaşımdan, mənim dostumdan, mənim müştərimdən danışa bilməzsiniz. Məndən danışa bilərsiniz. Amma başqa heç kimdən nə şəxsi həyatı, nə keçmişi, nə gələcəyi, bunlar məncə sizə maraqlı olmamalıdır. Məndən danışa bilərsiniz. Çünki mən buradayam. Amma özü burada olmayan adamdan danışmaq düzgün deyil. Mən bunu sevmirəm. Xoşbəxtəm və evlənəcəyik. Belə də məni çox istəyirsinizsə, xoşbəxt ol denən keç də. Əgər xoşuna gəlirsə mənim gülməyim, mənim xoşbəxt olmağım. Hər halda 30 yaşım var da, bilirəm nə edirəm qızlar. Yəqin ki. Anam tərəf Qarabağlı, belə deyim də, atam Ağdaş. Mən yaxşı ailənin qızıyam. Yoldaşıma ailə quranda dedilər ki, vay buna niyə gedib? Dedim, mənə xoşdur. Qələt eləyib yeyiblər. Mənim oğlaq da onda şirdir. Maşallah 24 göstərirsiniz. Heç ayağına düşüb yalvaran olub ki, bağışda. Olub. Düz otur, qadın kimi otur. Oturmuram, belə otururam günah. Xoşuma gəlmirsə mənə baxma. Uşağı var 5 dənə. Həqiqi olub. Yəni mənə belə rahatdır oturmaq. Amma bu qadın kimi yox, bu tərbiyəsizlikdirsə sizə görə canlımdan çıxın. Bir tərbiyəsizin canlısına baxmayın. Bağışlamısan? Yox. Mən oğlaqam aşkım. Ayda kofendecistim, yenə belə uyuxum. Duman bu arada, duman əl çəkmiş hərdən. Yaxşı, yalvarmam oldu. Bakı soyuqdur, yox. Mən yemək yəndə elə otururam, rahat gəlir, mənə xoşdur. Şir bürcü qadını haqqında əslində fərqlidir, amma tanıdığım şir bürcü var. Hamıya belə əl tutan, istəməz ki, pis vəziyyətə qalasan, getdiyin yoldan səni döndərməyə çalışır ki, yaxşı olasan falan. Belə şey adamdılar. Yəni mən gördüyüm budur. Oğlaq oğlanı ilə heç vaxt sevgili olmaram. Özüm oğlaq bürcüyəm, qızam. Belə çox bürclərə inanmıram əslində. Yəni belə həyatımı onun üstünə qurmamışam, amma oğlaq oğlanı, qız bürcü
Bir də qız bürcü qızları var. Mənim bacım da qız bürcüdür. Bu arada yanlış anlamayın. Xasiyyətləri dəhşətdir. Çox istəyirəm bacılarımı canımdan çox. Amma yəni uşağım ola, o uşağı dünyaya gətirmərəm qız bürcü altında. Ya tez dünyaya gətirərəm, küvətdə falan saxlayaram, imunu o aylarda doğulmasın deyə. Qız bürcü olmasın qətiyyən. Allah hamd olsun. Allah sən saxla. O qədər ha. Bacım qız bürcüdür, amma mən qətiyyən. Yəni qız bürcü uşağını böyütmək istəmərəm. Bürcə inanmıram. Prosto belə bir şey var məndə. Xasiyyətləri özündə saxlayır. Bacım qız bürcüdür deyirəm. Yəni dediyim kimi, sadəcə bunu deyim ki, uşağım olsa onu tez dünyaya gətirərəm ya da biraz gec dünyaya gətirərəm ki, qətiyyən qız bürcü altında doğulmasın. Qətiyyən. Qəti, yəni. Bacım da mənim bürcümü xoşlamır, çox. Deyir, qəribə xasiyyətlərim var. Əsla, əsla. Əsla. Depresdən çıxdıqca xoşbəxtdir, makyajsız çıxmır. Bu nə cümlədir qurdun? Mən deyirsən, sözümdə makyaj yoxdur. Dodağım uçuqluyub deyə pomada vurmuşam, pisiyo. Mən oğlaqam. Çox belə başım çıxmır bürclərdən. Uzanacaq da bacı, tezi tüklərdi məndə. Burada da ukladka elləndə belə qalır. Ukladkada. Məsələn, burada da var o tüklərdən. Görürsən, bax. Amma biz qalmır. Çünki aşağıdadır. Burada qalmaq normaldır. Hal-hazırda effekt yoxdur axı məndə. Effekt budur. Effekt budur. Effekt budur. Bu effektdir. Bu mənəm. Sağ ol. Qaşıma saçım rəngdə qoyub. Bunu da eləyək. Pürüzsüzləşdirməni götürdüm. Bax. Buradakı sızan ağıma kimi. Şöyle oğlaq tutmur. Mamanıza getdi, Samamadından getdik. Kepro'ya gelmişti anamla. Oğlaqlar sakit zad deyil.
Evlilik qabağı hamam. Yox, mən bir il üzrə gedirəm hamama. Ne olar, indi başlamayın da ki, evdə kisə var da, niyə gedirsən hamama? Mamam balıqdır. Bir qutuya da nəticə görə bilərsiniz. Serumda 2-3 ayda insan orqanizminə görə dəyişir. Paho. Salam Arzu xanım, hər vaxtınız xeyir. Mən sizin nömrəni kuryerə yönləndirirəm, yazsın sizə bir dəqiqə.